وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahde ve salatu ve selamu ala men la nebiyye ba'de emmâ ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah qardaşlar, biz Tədmuriyyə Risaləsini oxumaqda davam edirik. Şeyxülislam İbn Teymiyyə rahimehullah hicrətin 728-ci ilində vəfat edib İbn Teymiyyə. Və biz artıq bundan öncə demək olar ki, müqəddimə idi. Keçən dərsdə dedik məclisimizdə. Bir gün isə inşallah fasıl, daha doğrusu keçən məclisimizdə biraz danışdıq birinci fəsildən. Şeyx iki əsası gətirir və birinci dediyi ki, əl-qavlu fi ba'd sifət kəl-qavli fi ba'd. Yəni, bəzi sifətlərdə, Allahın sifətlərində necə deyilir, o birisi sifətlərdə də eynən deyilir hələ. Eynən deyil. Ola bilməz, bu sifətdə belə deyilsə, o sifətdə elə deyilməsin. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah, yəni, təbii ki, bu əqidəni özündən ixtira eləməyib. Bidət əhli elə təqdim eləmək istəyir. Elə təqdim eləmək istəyir ki, Şeyxülislam İbn Teymiyyədən qabaq belə deyən olmayıb. Və təbii ki, bu da, bilirsiniz, ümumiyyətlə bidət əhli ola bilsin cahidlər, ola bilsin yalançıdırlar. Onlar məsələn kütləyə elə deyə bilərlər. Amma məsələn, bir dənə adi elm tələbəsi biraz araşdırırsa, görəcək ki, Şeyxülislamdan qabaq da bu əqidə var idi. Sadəcə, Şeyxülislam rahimehullah bu əqidəni biraz daha çox izah eləyib. Ola bilər əvvəlkilərdən bir dənə fərqi bu olsun. Onun da səbəbi nə idi? Onun vaxtında xüsusən də bu məsələlər daha gündəm idi və bu məsələləri görə onu tuturdular. 8 dəfə türmədə yatdı. Axırda da türmədə dünyasını dəyişdi. Onun səbəbinə görə bu batil əqidə, Əşari, Maturidi və s. hamısı Cəhmiyyə əqidəsi yayıldığına görə onun da səbəbləri var. Çünki elə əqidələr var ki, qardaşlar, qılıncla yayılıb, güclə yayılıb. Məsələn, hələ uşaq da bilir ki, məsələn, şiəlik, rafizilik. Necə yayılıb? Bu uşaq da bilir ki, qılıncla yayılıb. Ona görə İbn Teymiyyə deyir ki, şiəlik belə ancaq o yerlərdə yayıla bilər ki, 2 dənə səbəbə görə. Ya oranın cəmaatı avam olub, bunlar gəliblər Əhl-i Beyt adına, Hüseyn məktəbinə, giriblər qəlblərinə və s. alladıblar və özləri kimi eləyiblər, ya da qılıncla. Və biz görürük ki, əlhamdülillah, Şeyxülislamdan qabaqda bu əqidə var idi. Lakin bunlar çıxırlar, indi özünüz görürsünüz ki, bu Qarabağdan sonra, Qarabağ döyüşlərindən sonra bura maturidilik gəldi. Aydındır, müəyyən səbəblər var, bilirik. Onlarla başqa zirzibil də gəldi, belə deyək, biraz belə şey çıxsa da. Məsələn, həmbəlilər gəldi. Azərbaycanda heç vaxt həmbəli məzhəbi olmayıb. Azərbaycanda olub, məsələn, Hənəfilərlə Şafilər məzhəbdə, Sünni məzhəbində. Məsələn, həmbəli olmayıb. Gəliblər təzə həmbəlilər özləri də. Cıtdanlar da, həmbəli cıtdanları. Və başlayıblar danışmaya və şübhə atırlar. Şübhə. Və bu təzə həmbəlilər və ya təzə həmbəlilər bunlara deyirlər. Bunlar tavhid əqidəsini gətiriblər. Tavhid nədir? Tavhid cəzm edirlər ki, Allah Taala'nın sifətləri olan kəlimələrin mənası məchuldur. Yəni bilmirik. O sifətlər ki, Allah Taala'ya aiddir, onların mənalarını bilmirik. Yəni biz baxaq, sələf mənana tavhid edilib yoxsa keyfiyyətdə? Əlbəttə keyfiyyətdə. Amma mənanı isbat ediblər. Çünki məsələn tutaq ki, əl Allahın əli.
Hansı dilə çevirirsən, əl aydındır. Lakin izafədə, nisbətdə artıq bilinir kimin əli. Hansısa məxluqun əli deyəndə artıq sənin zehnində təsəvvür yaranır. Amma Allahın əli deyəndə mümkün deyil. Necəliyi, keyfiyyəti məchuldur. Məchul keyfiyyətidir. Mənası məlumdur. Necə İmam Malik dedi. İmam Malik dedi ki, istiva məlumdur, necəliyi məchul. Bunlar gəlir indi cıtdanlar, məsələn, həmbəli cıtdanları. Məsələn, deyirlər ki, yox, onda deyə bilərsiniz, Peyğəmbər sallallahu əleyhi və səlləm keyfiyyəti bilirdi, yoxsa yox. Bilmirdisə, onda cahil idi bu mənada, necə siz deyirsiniz, əhlüdə çil və bilirdisə, nöş demirdi bizə. Keyfiyyətin əlbəttə bilmirdi. Keyfiyyətin bilmək üçün, necəliyin yəni, gərək görəsən və ya onun mislində ona oxşar olmalıdır. Onun pənsəri yoxdur, xiləysə kəmizli şey. Deyəcək, biz keyfiyyətin bilək. Amma məna məlumdur. Məna məlumdur. Biz bilirik. Məsələn, tutaq ki, Allahın sifətlərindən danışmıyor, başqa məsələn, vəsflərdən danışaq. Məsələn, tutaq ki, çay. Biz bilirik, cənnətdə çay var. Bu dünyada da çay var. Eynidir. Məna bilinir, çay. Amma keyfiyyət fərqlidir axı. Və ya mizan, tərəzi. Biz bilirik ki, qiyamət günü mizan var, tərəzi var. Bazarda da tərəzi var. Eynidir, yox. Lakin adlar aydındır. Yəni, biz məsələn tərəzi deyəndə qiyamət günü deyanırıq. Bilmirik necə. Hətta məxluqdur. Amma bu dünyada tərəzi bilinir. Və ya məsələn tutaq ki, necə qeyd etdik, çay. İndi biz deyək ki, yox, çay mənası bilmirik. Və ya məsələn cənnətdə meyvələr var, hansı ki bu dünyada o adda meyvələr var. Eynidir? Yox, eynidir. Başqadır tamamən. Sadəcə biz deyəndə məsələn qanad. Məsələn qanad. Quşun qanadı var. Həmçində təyyarənin qanadı var. Sən deyəndə qanad, sənin zehnində qanad. Lakin bilmirsən kimin qanadı. Deyəndə təyyarə, artıq zehnində vəsf yaranır ki, təyyarənin qanadı bilirsən, görmürsən. Quşun da qanadı görmürsən, bilirsən necədir. Vəssalam, budur məsələ. Başlayırlar tapmaca, keyfiyyəti bilirdi, yoxsa yox, nə bilim, məna və s. Sələf mənanı ispat edib, keyfiyyəti yox. Lakin bəzi sələflərin sözləri var. Onlar deyiblər o sözü, lə mə'na və lə keyfiyyə və ya bilə təfsir, bilə mə'na. Yəni, məna o məna deyil ki, hansı ki, bidət əhli eləyir. Və ya təfsir o təfsir deyil ki, hansı ki, bidət əhli təfsir eləyir. Şeyxülislamdan qabaq da bu, Əhl-i Sünnə vəl Cəmaə əqidəsin, əlhamdülillah, hamısı necə var deyib, vəssalam. Aydındır. İndi, qardaşlar, yəni, bilik tafvid əqidəsi, bu cıtdanlar gəlib təzə əqidə, yeri həmbəlilər və ya o birisi cıtdan, hənəfi cıtdanları, o Kürdəmirdən zaddan. Papaq geyindi, sonra şepkə geyindi. Yenə papaq deyəsən, şepkəsi bitib yenə, böyüyüb. Yenə görsənir. Xavaricdir və təkfirçi. O əqidə hamısı var onlarda. Lakin onlara fikir versəz, onlar birinci bu əqidəni gətiriblər, bunlar əqidəyə əsas tuşlayıblar və məhz hədəfdə sələflərdir. Elə bir ki, sələfləri qarşı gətiriblər bunları. Və əqidə məsələləri müzakirə edirlər. Onlar əslində məzhəbçidirlər və birinci elə əgər biraz keçmişə, keçən günlərə fikir versək, birinci məzhəb fikri gəldi. Məzhəblə getmək lazımdır. Bu birinci addımdır. Sonra bunu eləyəndən sonra dedilər ki, yox, məzhəbdə lap belə güclü fanat olmalı. Yəni, fanat oldular məzhəbdə, məzhəb. Sonra gəldilər, dedilər ki, bax, hər məzhəbdə əsasən mütəəxirlər, sonradan gələnlər, onların əqidəsi dəyişib. Gətirdilər, məsələn, əşari olan, həmən məzhəbdə olan adamı və ya həmbəli məzhəbində olan əşarini və ya tafvid əhlini. Dedilər, bu da həmbəlidir, bunun əqidəsi budur, vəssalam. Fikri götürürüksə, əqidəni də götürək bundan. Məsələn, Nəvəvini fikri götürürüksə, əqidəni də götürək bundan. Belə qiyas müqayisə edirlər, qəribə.
Hə. Və başladılar. Hə. Əsas da fikir versək, lakin onlar əslində biraz onları şərh eləsək, birinci əqidədən yox, başqa şeylərdə onlar məzhəbçidirlər, özə fanatdılar, ifrata varanlar. İkinci xavariclərdir, təkfirçidirlər, xurucu caiz görürlər. Hələ bəzi hadisələrdə özlərini göstərmişdilər. Həmçinin sufidirlər, hənəfilləri. Gör ki, bu həmbəliləri biraz gör ki, sufilikdən uzaqdır, güya ki. Hərəsi bir cürdür. Lakin fikir versəz, etiqad məsələlərini danışırlar bu saat. O məsələlərə toxunurlar. Yoxsa şeyx uçdu məsələn, getdi, bu birisi şeyx yolda görüşdülər, bir-birləri işarə elədilər işıqla. Ki, yavaş sür, qabaqda polis var, zat, belə şeylər. Hələm o məsələləri toxunmayıblar. Onlar etiqadən istəyirlər, sən qəbul eləyəsən, sonra o əfsanələr, yuxular başlayacaq sonra. Aydın qarşı, bu incəlikdir o məsələdə. Deməli, yəni onlar nə deyirlər? Onlar vəsf edirlər ki, Allah Taala'nın sifətlərində susmaq lazımdır. Mənası bilinmir. Və hansı əsaslarla gəlirlər? Hansı əsaslarla? Deyirlər ki, birinci Allahın sifəti gələndə o kəlməni biz toxunmuruq, varmırıq o kəlməyə. Zahirinə varmırıq. Zahirə məsələn, istiva, nazil olmağı, üzü, əli, baldırı, qədəmi, ovucu, barmaqları. Deyir, zahirən mənasını isbat eləmirik və sonra deyirlər ki, vacibdir təvil eləmək. Təvil, yəni başqa zahirinə müxalif başqa məna vermək və ya tafvid ki, mənasız susaq. Mənasız susaq. Yəni, bu bidət əhli, yəni belə deyirlər. Məsələn, istiva, Allah Taala'nın yüksəlməyi barədə, qalxmağı barədə. Məsələn, mufavvidələr inkar edirlər Allah Taala'nın ucalmaq sifətini, deyirlər, mənasını bilmirik. Və deyirlər ki, vacibdir bizə təvil eləyib və ya, məsələn, hansısa bir məna verməyir, necə tafvid əhli. Yəni, onlar fikir verirsiniz, bəzilər təvil eləyiblər. Yəni, zahirdə müxalif başqa məna veriblər. Məsələn, ələ nə deyiblər Allah Taala əlinə? Yəni, qüdrət. Və bəzilər deyib ki, neymət. Bu birisilər tafvid deyir ki, mənasını bilmirik. Və ümumiyyətlə, qəribə qardaşlar, qəribə. Ona görə, məsələn, onlara fikir versək, məsələn, Fəxrur Razi, Əsas-ı Təqdis kitabı var onun, Fəxrur Razi. Gətirir, Allah Taala'nın sifətlərindən danışanda şərh eləyir. Yəni, deyir ki, bu Allah Taala'nın sifətləri mütəşabih ayələrdəndir. Mütəşabih ayələrdəndir, yəni, zahirdə deyildiyi kimi deyil. Onlar deyirlər ki, Allah Taala'nın sifətləri mütəşabih. Yəni, Quranda ayələr möhkəmdir və mütəşabih. Necə? Əl-İmran surəsində 7-ci ayədə deyəsən. Orada Allah Taala danışır. Möhkəm və mütəşabih. İndi onlar nə edirlər də? Məsələn, Quranda bəzi ayələr mütəşabihdir, bəzi ayələr mütəşabih, yəni bir neçə məna. Bunlar deyirlər, Allah Taala'nın sifətləri mütəşabihdir. Məsələn, Fəxrur Razi deyir. Əsas-ı Təqdis kitabında. Və həmçinin bunlar müqayisə edirlər Allah Taala'nın sifətlərini hərflərə. Deyirlər, Allah Taala demir, əlif, ləm, mim. Mənası bilinmir axı. Allah Taala'nın sifətləri də elədir. O hərfdir. Amma necə? Bu isə ərəb dilində nazil olub ki, biz başa düşək, biz dərkləyək, biz fikirləşək. Necə? O əliflə əl eynidir. Bənlə nazil olmaq eynidir. Görürsünüz, qardaşlar, yəni necə oynayırlar. Həmçə İbn Atiyyə. İbn Atiyyə bu da şaridir. Yəni bu təfsir sahibi, yəni təfsirçidir bu. Təfsiri var bunun. Tafviddən danışanda nə edir? Yəni deyir ki, zahirindən
deyildiyi kimi deyil. Onlar bu əqidəni deyiblər. Məsələn, Fəxrur Razi, İbn Atiyyə, hətta Qurtubi. Qurtubi də təfsiri var. Zahirin deyir, tərk edirik. Və ya Molla Əli Qari və ya Subki və başqaları. Yəni biz görürük ki, yəni bunlar hamısı gəlib oradan, yəni bunlardan və əsasları da hamısı istinadları nədir? Quran sünnə yox, istinadları fəlsəfədir, ağıl. Yoxsa, əlhamdülillah, bu əqidə, sələfin əqidəsiz, Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabələrin əqidəsidir. Onlar bilməyəndə soruşurdular. Allah Taala'nın sifətləri var idi, demədi, ya necə? Qəbul edildilər, baxdılar. Amma keyfiyyəti bilinmədiyinə görə sustular. Bilindi ki, Allah Taala'nı bilmək mümkün deyil axı. Allah Taala'nı bilmək mümkün deyil. Aydındır, qardaşlar. Ona görə, qardaşlar, yəni, məsələn, onlara deyəndə, tutaq ki, onlara deyəndə, yaxşı, siz deyirsiniz həmbəliyik də. Həmbəli kiminlə bağlıdır? Məsələn, onlara deyəndə, yaxşı, siz deyirsiniz, biz həmbəliyik. Ümumiyyətlə, Azərbaycanda həmbəli olmayıb, məzhəbi. Deyirlər, həmbəliyik, deyirsən, yaxşı, həmbəli kiminlə bağlıdır? İmam Əhmədlə. Lakin sizin istinadlarınız hamısı mütəxirlərə, yəni sonradan gələn həmbəlilərə aiddir. İmam Əhməd və İmam Əhmədin tələbələrinə aid deyil. Sadəcə İmam Əhməddən bir-iki dənə ümumi söz var, onu gətirə bilərsiniz. Gətirirsiniz daha doğrusu. Amma tələbələrindən, yəni onlar sələfi idilər. Kimdən gətirirlər? Sonrakilərdən. Sonrakilərdən gətirirlər və təvhid əqidəsini bildirirlər ki, bəyan eləmək istəyirlər ki, bu əqidə gör ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrin əqidəsidir. Əslində batildir. Onlar nəyi müqayisə edirlər? Deyirlər, bax, məsələn, mütəxirlərdir də, siz fiqhi də oxuyursunuz onlardan, fiqh oxusa əqidəni də götürün də, fiqhdən götürürsə əqidəni də götürün. Müqayisə batildir. Aydındır. Məzhəblər özləri hətta fiqhdə də ixtilaf ediblər. Yəni, İmam Əhməd dediyi, olub deyil, həmbəllər hamısı deyir onu. Mütəxirlər olub ise başqa şey deyir. Hətta fiqhdə ixtilaf var. Məzhəbin özündə. Məsələn, Şafilər. Şafii ayrıdır, Şafilər ayrı. Əhməd ayrıdır, Həmbəlilər ayrı. Əbu Hanifə ayrıdır, Hənəfilər ayrıdır. Məlik ayrıdır, Malikilər. O da deyil, Maliki deyəndə məhz İmam Malik deyib onu. Ola bir şey İmam Malik başqa rəy deyib. Lakin sonrakilər gəliblər hətta fiqhdə də dəyişiklik olur. Ona görə bunlar indi belə təqdim edirlər də. Bunlar belə təqdim edirlər ki, bax, həmbəliyik biz, həmbəlidir. Bunlar da mütəxirlərdən əsas gətirirlər. Deyirlər də, əsas deyil, həmbəlidir. Fikri götürürsə də əqidəni də götür. Hələ deyil axı. Hələ deyil. Fiqh başqadır, əqidə başqa. Ola bilər tarix oxuyaq. Tarix ola bilər hətta kafirdən də oxuya bilərsən. O demək deyir ki, onun əqidəsini götürməlisən. Aydındır və ya hansısa bir elmi. Məsələn, nəhvi. Nəhvi oxuyursan salimin. Allah ki, o birisi də əqidədə cəhmi olub. Möhtəzili olub. Yəni, mən tutaq ki, nəhvi oxuyuramsa, onun əqidəsini də qəbul eləməliyəm. Aydın qardaşlar. Hamısı tappacalardır. Onlar tappaca atırlar. Çaşdırmaq üçün. Bəli. Dayanaq. Çünki mövzu ağırdır. Yavaş-yavaş gedək də, yavaş-yavaş. Çünki o ciddanlara hər halda cavab vermək lazımdır. Yaxşı, aydınlı olar əksinə. Yəni, onlar dedikcə biz başlayırıq şərh eləməyə, daha məsələlər aydınlaşır. Allah İbn Teymiyyə rahimehullah rəhmət eləsin. Allah bizə işdə faydalarını etsin. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu.